Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm onun hikmətini belə bəyan edir. Sübh namazı. Sübh, şeytanın fəaliyyətə başlamasının başlanğıcıdır. Hər kəs o saatda namaz qılsa, özünü ilahi nəsimdə qərar vermiş olacaq və şeytanın şərrindən güvəncdə qalacaq. Zöhr namazı. Zöhr, bütün aləm Allaha təsbih deyir. Pis olar ki, mənim ümmətim Allaha təsbih deməsin. Zöhr vaxtı cəhənnəm əhlinin cəhənnəmə getdikləri vaxtı. Ona görə də hər kəs bu saatda ibadətlə məşğul olsa, cəhənnəmdən sığortalanır. Əsr namazı. Əsr, Adəm və Həvvanın səhv etdiyi vaxtı. Bizə lazım oldu ki, bu saatda namaz qılaq və deyək ki, biz Allahın əmrinə tabeyik. Şam namazı. Şam və ya məğrib vaxtı Həzrət Adəmin tövbəsinin qəbul olunduğu vaxtı və biz də onun şükrü olaraq namaz qılırıq. İşa namazı. Allah Taala işa namazını ümmətimin qəbrinin aydınlaşması və rahatlığı üçün qərar verib.